Bismillahirrahmanirrahim. Ali əleyhissalam 12 imam barəsində buyurmuşdur. Biz əhl-i beyt ortada olan söykənəcəyik. Onun kimiyik ki, iki tərəfdən ona söykənərlər. Yəni, biz möhtədil olan düz yoluq və xalq dünya və axirət işlərini bizdən öyrənməlidir. Geridə qalmış, bizi tanımaqda səhlankarlıq etmiş kəs özünü həmin söykənəcəyə çatdırmalıdır ki, rahatlıq və saadət əldə etsin. Həmçinin həddi aşıb, qabağa düşmüş, bizim barəmizdə ifrata vararaq bizi bəşər həddindən çıxaran kəs də həmin söykənəcəyə tərəf qayıtmalıdır ki, azğınlıqdan nicat tapsın. Allaha şükürlər olsun. Ali əleyhissalam kimi Mövlamız vardı.